Salam aleyküm değerli dostlar, değerli izleyiciler, aziz YouTube'umuzun değerli izleyicileri, hamımızı hoş gördük. Evimiz qoşadaşla tikilibdir, yerden hündür kürsülüdür, koridor sistemli üç otaqdır. Özünüz bilirsiniz ki YouTube səhifəmdə ancaq şəxsi evlər və villalar çəkirəm. Bu evi çəkmənin məqsədi və səbəb ondan ibarətdir ki, çox gözəl, çox qəşəng, fundamentinə qədər, həyətinə qədər hər bir şeyi incəliyinə düşürüb və qiyməti də münasib bir qiymətədir. Yəni, mənə elə gəlir ki, ev almaq istəyən şəxslərin büdcəsinə və cibinə uyğun bir şərtlərdədir. 60 min. Yəni, qaçırılmaz bir fürsət, 3 otaq, həyəti bacalı, geniş, yolu izi yaxın, məktəbə yaxın, hər bir yerə yaxın, gözəl bir proyektə tam etdənmiş. Demək olar elə başa-baş satır. Qoyduğu qiymətlə dostlar satır. Bura elə xərclənən pulun miqdarı ilə budur. Yəni ona görə də büdcənizə uyğun olaraq bir təklif irəli sürmüşük. İnşallah ki, yəqin ki bu evi incəliyi ilə baxarsınız, kanalımızı bəyənərsiniz, abunə olub zil düyməsinə toxunaraq bildikləri də açın ki, hər gün belə bir gözəl videolarımızdan ən azından xəbəriniz olsun. Kısa videolar paylaşırıq, uzun videolar paylaşırıq. İnşallah ki dostlar, evimizi də paylaşmışıq ki, gələrsiniz, yerində danışasınız, alasınız. Elanda əlaqə nömrələrimiz görsənir, səhifədə var dostlar, göründüyü kimi. Yazmışıq əlaqə nömrələrini. Evimizin böyrünə, arxasına, digər böyrünə keçmək olur. Həyətində gül çiçək əkmək üçün yerlərimiz var. Qaz, işıq, su, kommunallar hamısı qiymətə daxildir. Kombi xətlərimiz hazırdır. Qəşəng, bax bu birisi böyründən də yol var keçmək üçün. Qəşəng döymə sıvaqla istifadə olunubdur. Deməli nə deyirlər, fışqırdırlar. Sonra necə? Tarsovkadır, Hə, tarsovka düz deyirsiniz Ayşin xanım. Tarsovkadan sonra bunu əzmə ediblər. Çox qəşəng istifadəli görünür. Yəni qəşəngdir. Emulsiya rəngi də mənim xoşuma gəldi. Ürək açandır. Və işıqlandırılması zadı çox qəşəngdir. Belə super. Evin ön tərəfi tam görsənir də yəqin ki, izləyicilərimiz. Bəli, Rövşən bəy. Mənim xoşuma gəldi. Yəni ekskluziv bir evdə. İnşallah daxil olacaq evimizin içinə dostlar. Kanalı bəyənin, gəlin inşallah keçək evin içinə. Dama çıxış yeri var buradan, ban çıxışı var dostlar. Qəşəng səliqəlidir. Evin yeri bulanmasın deyən gördüyünüz kimi avroya qədər dostlar atılıb yerə. Amma güzgü kimi daha. Mən polu güzgü kimi bilirəm. Çox səliqəlidir. Gəlin inşallah mətbəxini göstərəcəm. Dəyərli izləyicilər, evimizin mətbəxi gördüyünüz kimi qəşəng geniş bir formadadır. Restor, aboy hamısı, havalandırılması zadı çox səliqəli bir formada dizayn olunubdur. Gəlin keçək zalımıza. Evimizin salı dostlar çox qəşəng, normal qaydada, yenə çırçıraqlı, əla bir vəziyyətdədir. Siz Ayşin xanım, siz verin mənə kameranı Allah'ın izniyle. Necəsiz bu arada? Kanaldaki izləyicilərimizi salamlayıram. Həqiqətən də büdcə olunca mükəmməl, təmin olunca bir fürsəti qaçırmasınlar. İnşallah. Baxın dostlar, bax belə bir gözəl evimizin proyekt hissəsi var. Çox səliqəlidir Allah'ın izniyle. Və daxil oluram evimizin yataq otağını sizlərə göstərim dostlar. Belə bir yataq otağı var. Geniş, qəşəng, səliqəli. Burada dostlar digər otağımızdır gördüyünüz kimi. Çox səliqəlidir yenə. Rahat bir otaqdır. Pəncərəsini açarıq dostlar. Belə bir boş əraziyə baxan yeri var. Ətraf qolum-qonşu yaşayışdır. Bu torpaq isə boş da deyil. Yəni qabaqdakı evin həyətidir bura. Yəni özünün şəxsidir. İndi əkər, becərər gələcəyinə ağac-mağac özü bilər. Çox qəşəng ətrafda evlər var. Yaşayışlı evlərdir. Mükəmməldir dostlar. Və bura isə evimizin sanitar qovşağıdır. Gördüyünüz kimi qəşəng kafe metlağı asma tavanına qədər hamısı mövcuddur. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar.
səhifədəki əlaqə nömrələri ilə gəlsinlər. İnşallah belə bir mükəmməl dizaynda olan evi əldən qaçırmasınlar. Allah alana da, satana da xeyir versin inşallah.